Salam, xoş gördük hər birinizi. Elektim birinci hissə 2023 test toplusundan elektrolitik dissosiasiya, iyon bağlı reaksiyaları, duzların hidrolizi, elektroliz, maşallah da adı var. Bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahı çəkiləcək bugün. İzaha keçməmişdən öncə Avqust qrupları haqqında məlumat verək ki, Avqust qruplarına qeydiyyat başlayıb. Əlaqə üçün 05584 2814 nömrəsilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həm əyani, həm də onlayn formada keçirilir. Ətraflı məlumat üçün qeyd edilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək testimizə. Bizdən nə istəyir? Cədvəli tamamlayan iyon formul nitrat iyonu NO3 mənfidir. Çünki HNO3-dən qalır. HNO3-dən 1 H çıxanda NO3 qalır. Ona görə 1 mənfidir. Hidrosulfat H2SO4-dən qalır. Hidro, baxın, ada baxın. Hidro dedi, H yazdım. Sulfat dedi, SO4 yazdım. Və baxıram bunun əmələ gəldiyi turşu. 1 H çıxdığı üçün 1 mənfi. Hidro ortofosfat H3PO4-dən qalır. Hidro dedi, 1 H yazdım. Ortofosfat dedi, PO4 yazdım. Və baxıram turşu ilə arasında 2 H fərqi var, 2 mənfi. İkinci sual. Natrium ortofosfat, natrium 3PO4. Deyir, 1 molun tam dissosiasiyasına alınan iyonların mol sayı. Baxın, burada iyonların mol sayı deyəndə, bax, belə turşu qalğana bir mötərciyə alan indeksi 1-dir. 3 dənə natrium alınır burada. Yəni 1 moldan 3 mol natrium müsbət, 1 molda PO4 3 mənfi. Yəni ümumilikdə 4 mol iyon əmələ gətirəcək. Sink xlorid. Artıq bunu görə bildiniz ki, 1 sink 2 xlor əmələ gələcək, yəni 3 mol iyon. Alüminium sulfat, alüminium 2, SO4 3. Yəqin ki, görənlər gördü ki, 5 mol iyon olacaq. 2 alüminium, 3 müsbət, 3 SO4, 2 mənfi, 2, 3, 5 mol iyon. Deməli, deyir, cədvəli tamamlayın. Məhlullara qarışdırılan maddələr, məhlullar reaksiya daxil olan iyonlar. Hansı iyonlar reaksiya daxil olurdu? Biz qaydalarda bunu dönə-dönə demişik, qaydanın yerini tapaq. Deməli, bəli, bu nəzəriyyədən görürük ki, suda məhlulda reaksiya çöküntü, qaz və ya su zəif dissosiasiyadan maddə əmələ gətirən iyonlar arasında baş verir. Yaxşı. Ona görə də biz testimizdə cavabı baxırıq. Kalium OH ilə H xlor qarışsa, burada H ilə OH suya çevirilər. Yəni, H müsbət və OH mənfi arasında reaksiya gedir. Çünki suya çevrilən iyonlar bunlardır. Məsələn, kaliumla xlor nə çökmür, nə qaza, nə suya çevrilmir. İndi ikinci reaksiyada artıq siz görə bilirsiniz ki, natrium və xlor burada çökməyəcək, qaza suya çevrilməyəcək. Çöküntünü yaradan iyonlar kalsium 2 müsbət və karbonat iyonlarıdır ki, reaksiyada bunlar arasında baş verəcək. Kalsium 2 müsbət və karbonat. Sonda da gümüş müsbət və xlor mənfi arasında reaksiya baş verəcək. Gümüş 1 xlor çöküntüsü alınacaq. Burada misdir, nitratdır, yuxarıda natriumdur, xlordur, kaliumdur, xlordur. Bu iyonlar reaksiyada iştirak eləmir, məhlulda qalır. Reaksiyada iştirak edən iyonlar isə məhlulda qalmır, çökür və ya qaza suya çevrilir. Dördüncü reaksiya. Deyir, dördüncü sualda daha doğrusu, bu və bu məhlulları qarışdırıldıqda baş verən reaksiyanın tam iyon və qısa iyon tənklərini tərtib edək də. Natrium 3PO4. Bunun üçün ilk öncə molekulyar tənliyi yazmalıyıq. Natrium xlorid və kalsium ortofosfat duzları alınır. Yazdıq bunu. Əmsallaşdırırıq, hökman. Deməli, baxırıq, PO4-ə 2 atmalıyıq, natrium 6 oldu. Kalsiuma 3 atmalıyıq, xlorda 6 bərabər. Bu, molekulyar tənliyidir. Tam iyon tənliyi yazanda nə demişdik? Demişdik ki, çöküntü, qaz və ya sudan başqa hər şey iyonlara ayrılır. Bu natrium ortofosfat baxıram, həll olanda, onda onu iyonlara ayrılmış şəkildə yazmalıyım. 6 natrium müsbət, çünki 2 üçün 6 edir. Biliyoruz, bu 2 həm də ortofosfata aiddir. 2 PO4, 3 mənfi, üstə gəlsin, 3 1-in 3. 3 kalsium 2 müsbət, üstə gəlsin, 3 2-in 6. 6 xlor mənfi, keçdik sağa. Natrium xlorid həll olur, həll olur. Demək, iyonlara ayıracaq. 6 natrium müsbət, üstə gəl. 6 xlora da aiddir dedik. 6 xlor mənfi. Kalsium ortofosfat çöküntüdür. Çöküntü iyonlara ayrılmamış şəkildə, yəni bütün göstəriləcək bu şəkildə. Bu tam iyon tənliyi birinci cavabı. 2. 2-nin cavabı necə olur? Qısa iyon tənliyi reaksiyada iştirak etməyən, yəni hər iki tərəfdə olan iyonları
islah eləsək, yəni bunlar reaksiyada olmamalıdır. Reaksiyanın qısa yöntəmliyi 3 kalsium, 2 müsbət, 2 PO4, 3 mənfi. Siz bunu birinci, bunu ikinci də yaza bilərsiniz, bir fərqi yoxdur. Kalsium 3, PO4 2. Bu da qısa yöntəmli. 5-ci suala keçək. Deməli, 0,1 mol 0,1 mol XnYO4M duzunu tam dissosiasiya dediyi üçün 0,1 əmsalına yazdım özüm üçün. Görürəm ki, bu qrafikə baxın. 0,1 mol XN müsbət və 0,3 mol da YO3N mənfi əmələ gətirir. Deməli, bu və bu əmsalları tam ədədə gətirmək üçün ona vursaq, burada 1, 3 qalacaq. Deməli, duzun həqiqi formulu X, YO4, 3 olur. Deməli, N və M-in qiymətləri, hanı N 1 imiş, M də 3 imiş. Birləşmədə Y-in oksidaşma dərəcəsini istəyir. Birləşməmiz budur, Y-in oksidaşma dərəcəsini necə tapacaq? Əslində, bu Y-in burada oksidaşma dərəcəsini tapmağın bir neçə yolu var. Birini deyim. Birincisi, biz görürük ki, X-in oksidaşma dərəcəsi burada. X-in yükü 3 müsbətdir, Y-O3 də 1 mənfidir. Yəni, formulu sadələşdirib X 1-dən, Y 3-dən, oksigen 12-dən deyib, X müsbət 3, mənfi 2, bura bir X qoysaq, 3, üstü gəlsin 3X, minus 24 bərabərdir 0 deyib, X-i tapa bilərsiniz. Bu da müsbət 7 eləyir və yaxud da buradan YO4 1 mənfi deyərsiniz, daha 3-ün bir əhəmiyyəti qalmır, çünki bu YO4 qalıqıdır. YO4 qalığından da 2 cür tapa bilərsiniz. Oksijeni mənfi 2 qoyduq, 4, 2, 8, 1 mənfiyə görə bura müsbət 7 yazacaq və yaxud bu YO4 1 mənfidirsə, deməli bu HYO4 turşusundan yaranıb 2, müsbət 1, müsbət 7. Yəni bir neçə üsul dedim, artıq kimə hansı rahatsa o cürdə yazar. 6-cı sual. 2 mol dəmir 3 xloridin dissosiasiya alınan iyonların mol sayı alfa 80% olarsa. Dəmir xlor 3, dəmir 3 müsbət plus 3 xlor mənfi yaradır. 1 mol dəmir 3 xloriddən ümumilikdə 1, bu da 3, 4 mol iyon əmələ gəlir. Bizə 2 mol dəmir 3 xlorid verir. Amma dissosiasiya dərəcəsinin 80%-dir. Dissosiasiya dərəcəsinin çıxım kimi bura qoyurduk. 80% 0,8-dir. X mol iyon. Bu eləyir 1,6. Siz bunu qıraqda özünüz üçün də hesablaya bilərdiniz ki, 2 molun 80% dissosiasiya edirsə, 2 vur %80, 1,6 mol deməli dissosiasiya edir. Birbaşa bura 1,6 da yaza bilərdiniz. Və yaxud da mənim yazdığım şəkildə də yaza bilərdiniz. 1,6-nı 4-ə vurmaq lazımdır. 6,4 mol edir bunun cavabı. Gəldi ikinciyə. Deyir, dissosiasiyasından alınan anyonların mol sayı bu dəfə alfa 75%. Bu dəfə anion dediyi üçün təkcə xlora baxacağım. 1 molundan 3 mol xlora əmələ gəlir. 2 molundan 0,75% ilə X mol əmələ gəlir. Y deyim buna. Deməli, bu dəfə 1,5-i 3-ə vuracam. 4,5 mol iyon olacaq. 4,5 mol anion olacaq. 7-ci suala baxırıq. Burada deyir ki, hidroliz zamanı məhlulda olan mühit neytral turş qələbi. Əgər, baxın, bu qüvvətli əsas zəif turşudan əmələ gəlir. Baxın, turşudan deyirəm, amma demirəm bu kalium qüvvətlidir, karbonat zəifdir, belə bir söz demirəm. Yaxşımı? Qüvvətli turşudan zəif əsasdan əmələ gəlir. Zəif əsasdan zəif turşudan əmələ gəlib. Zəif əsasdan qüvvətli turşudan əmələ gəlib. Hidrolizin mühitin də qüvvətliyə görə baxırıq. Demək, qüvvətli əsasdan əmələ gəlibsə, qələvi mühit olacaq. Hər iki tərəf zəifdən əmələ gəlibsə, neytral mühit olacaq. Qüvvətli turşudan əmələ gəlibsə, turş mühit olacaq. 8. Gümüş 1 nitratın suda məhlulun elektroliz tənliyi yazın. Yazaq da gümüş 1 nitrat plus OH yazırıq. Belə daha rahat. Katod, anod, məhlul deyə baxmalısınız buna. Demək. Katodda alınanı bilmək üçün metala baxırdıq. Metal gümüşdür. Özü reduksiya uğrayırdı. Anodda alınanı bilmək üçün qalığa baxırdıq. Qalıq oksigenlidir. Suyun OH-ı O2-yə çevrilir. Yerdə H və NO3 qaldı. NO3 burada iştirak eləməmişdir. HNO3 yaranır. Bunu da əmsallaşdıranda OR-lə də əmsallaşdıra bilərsiniz. Amma əmsallaşdırarkən özünüz üçün kəsr əmsallardan istifadə edə bilərsiniz. Məsələn, baxırıq, gümüş 1-dir, 1 qaldı, 1 qaldı. NO3 1 qaldı. Sonra hidrogen
2-dir deyə NO2 1 atamıram, 2 atıram. HNO3 və plus var. Məcbur gümüşədə 2 atdım. Gümüşə 2 atdım. Oksigen sayıram. Bura 1 atmışam. 2 üçün 6, o da 1. 7 oksigen solda var. Sağda isə 2 üçün 6 var. Bax, bunu hesablamadım ha. Bunu necə baxacam? Neçə çatışmır? 1 çatışmır, deməli bura 0.5 atacaq. Amma ətraflı yazı yazanda yadda saxlayın. Kəsr əmsal saxlaya bilməzsiniz. Bütün əmsalları 2 dəfə artırmalısınız ki, tam rəqəmə çatasınız. Düzgün əmsallar olsun. 4, 2, 4, 1. Burada 4 atacaq. 1 istəyirsə yazın, istəmirsə yazmayın. Sonra 2 mol duzun tam elektroliz zamanı anodda alınan maddənin mol miqdarını hesablayın. Biz nəzəri olaraq görürük 4 moldan anodda 1 mol qazanılır. 2 moldan x olar, o da 0.5 mol olacaq. 9-cu sual. Verilən duzlar qarışığın ərinti elektrolizindən ilk olaraq anodda, katodda ayrılan maddə. Anodda alınanı bilmək üçün qalığa baxırdı. Qalıqlar F mənfi, S mənfi, xlor mənfidir. Bəs anodda bunlar hansı arıcılıqla ayrılırdı? Sibir, xlor, OH, oksigenli flor. Bu arıcılıqla. Yəni S varsa birinci S ayrılacaq. Yod yoxdur, brom yoxdur, xlor varsa xlor. Ən sonda flor ayrılacaq. Deməli, S, xlor, flor sırasında. Ayrılan maddənin formulu deyir. S, xlor 2, flor 2 şəklində yazacağım. Anodda ayrılan. Arıcılıq da budur. Katodda alınanı bilmək üçün metala baxıram. Arıcılıq deyir burada. İlk olaraq anodda, bəli, arıcılıq deyir. Katodda alınan metallara baxın. Kalium, natrium, mis. İlk olaraq anodda və katodda ayrılan maddə. Burada biz demişdik ki, bunların oksidləşdiriciliyinə görə baxsaq, metalların zəif metalı, metal olaraq zəif olan anion, katyonu güclü oksidləşdiricidir və elektrolizdə də ilk olaraq o birinci reduksiya olunur. Yəni mis metal olaraq ən zəifdir, amma katyon daha güclüdür. Birinci mis ayrılacaq. Sonra bunlardan natrium kaliumdan daha zəif idi metal olaraq, amma katyon daha güclüdür. Natrium, sonra da kalium. Sırada bu olacaq. Belə. 10-cu sual. Natrium xloridin suda məhlul elektrolizi üçün cədvəli tamamlayın. Natrium xloridin suda məhlul elektrolizini elə yazaq da. Natrium xlorid plus HOH. Katodda alınanı bilmək üçün metala baxırıq. Metal natrium deyə H2 alınır. H-dan. Bunun üstünə xət çəkirəm ki, yəni bundan ayrıldım arasında. Anodda alınanı bilmək üçün qalığa baxırıq. Qalıq oksigensiz də özü ayrılır. Yerdə də natrium hidroksid qalır. Deməli, katod, anod, məhlul. Anodda alınan maddə xlor 2. Katodda alınan maddə H2, məhlulda qalan maddə natrium hidroksid. Ümumiyyətlə, bu bölmənin testləri daha çətindir. Ətrafı yazısı nisbətən sadə idi. Bunun da sonuna gəldik. Sağ olun.